Bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsini vurmaqla kanalımızı takip edin. Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb. Hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində baş verib. 2008-ci il təvəllüdlü 10-cu sinif şagirdi Zabrat qəsəbəsi Zabrat Kürdaxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib. Hadisədən sonra 10-cu sinif şagirdi kəsici deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib. Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o saxlanılıb, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə o 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.